Dostlar, namaste. Mənim əziz dostum Şəhriyar. Bir çoxunuz onu aktyor olaraq, rəssam olaraq, yaradıcı bir insan olaraq tanıyırsınız. Eyni zamanda bizim ara-sıra özümüz şəxsən elə ki görüşəndə çox maraqlı mövzularımız olur. Kainat haqqında danışırıq, enerjilər haqqında danışırıq və mən Şəhriyarla danışanda sanki diqqətlə özüm qulaq asıram. Çünki bir çox şeyləri adam dərindən öyrənib, misal üçün Rumi fəlsəfəsidir və s. Ona görə düşündük keçən dəfə, yəni sizlərə də maraqlı olar bütün bu məlumatları biz paylaşaq və Şəhriyardan eşidəsiniz ki, ümumiyyətcə bu dünyanın sirləri, enerjilər, insan, özümüz suallar veririk ki, biz hara gedirik? Biz kimik, biz nəyik? Biz kimik? Yəni bu suallar həqiqətən də çox aktualdır. Hər bir insan həyatda bu sualları özünə verir və bu günləri biz çox maraqlı, fərqli bir yanaşma olaraq deməli Şəhriyarın fikrini öyrənəcəyik. Şəhriyar, səncə enerji, bütün dünya bundan danışır. Bu nədir, necə olur? Yəni insan həyatında necə təsir göstərə bilər? Çox maraqlısı odur ki, enerji deyiləndə bəzən insanlar elə bilirlər ki, kənardan gələn bir şeydir. Əslində bu insanın özüdür. Əslində bu kainatın özüdür. Əslində bu Allahın özüdür. Ona görə ki, enerjinin bəlkə də bizim gözümüzə görsənməyən, amma var olan, yəni bu fakt, necə ki, telefon şüaları, şüalanması var, set var və yaxud da başqa şüalar var ki, insan gözü görmür. İnsanlar var ki, bilirsən, seçilmiş insanlar olur ki, insanın aurasını görür. Kənardan onun başı üzərində işıqlanmanı görür. Var elə insanlar. Mən deyərdim ki, indi İslamda onu bəsirət gözü açıq olan deyirlər və yaxud da Buddizmdə onu üçüncü gözü aktiv olan deyirlər, epismezisi də. Cürbəcür adlar var, amma bu hər yerdə eynidir bu. Bu doğulandan şuuraltısı aktiv olan deyirəm ona. Bir də var bizim kimi praktika ilə özümüzü kamilliyə aparan bir enerji ilə hiss etməmiz yaranır. Enerjinin özü, biraz əvvəlcən deməyəsim ki, biz heç kimi isə öyrənmirik. Biz öz öyrəndiklərimizi bir dosyana müzakirə edib danışırıq. Hərəmiz bir yolda axtarışdayıq, özümüzü axtarırıq, həqiqəti axtarırıq, Allaha daha yaxın durmağı yollarını axtarırıq. Bu, əslində kamilliyə gedən bir yoldur. İnsan ki, heç bir arzusu yoxdur, insan ki, axtarışda deyilsə, bəzi dərin dərvişlərin sözü ilə o insan ölüdür. Biz ölü deyilik, biz deyilik. Faydasız bir həyat sürür. Hə, yəni onun üçün özlərinə materialist deyirlər. Daha bilmirlər ki, materialist heç sərt maddə deyilən bir şey yoxdur. Yəni şükür Allaha ki, 21-ci əsrdə yaşayırıq və son dönəmlərdə artıq dünyanın yox, hər şeyin simulyasiya olduğu və sərt maddə olmadığını sübut edir. Bizim belə baxsan biz hardan bir-birimizi hiss edirik, görürük. Şua, yəni bizim dediyimiz o ilahi enerji gözümüzdən kristala toxunur, göz kristalına toxunur, oradan əks olunur beynin arxa hissəsindən. Neyronlar şəklində beynimizin arxasında plazma açılır, əgər elmdən danışsaq. Plazmada mən hal-hazırda səni qarşımda görürəm və bu şəkilləndirməni görürəm. Hətta distansiyalar belə bildirilir ki, mənim qarşımda oturmuşsan. Çox qəlizdir biraz. Bir proyeksiyadır. Hə, proyeksiyadır. Mənim beynimdə olan proyeksiya. Bu mənim beynimdədir. Eyni zamanda qarşımdadırmı? Bu böyük bir sualdır. Əgər sərt maddə yoxdursa, deməli qarşımda deyil. Bu hardansa bir istiqamətlənən enerjinin şəkillənib şuurlu şəkildə beynimizdən və bizim gözümüzdən 3D formatında deyək ki, qarşımızda duran şəkillənmədir. Bizə verilən Allahdan 5 nemət var. Eşitmə, görmə, dad bilmə, qoxu və hiss etmə. Bu 5 his, möcüzəvi 5 his bizi məsafəni, enerjini, qarşımızdakı şəkillənməni, hər şey hiss etməyi bizə elə bir ki, göstərir. Son zamanlar bu çox belə, yəni insanlar konkret olaraq səni hətta sosial şəbəkədə deyir ki, mən sənin enerjini hiss elədim. Yəni qabaqlar bu şeylər yox idi. Mən elə düşünürəm, son illərdə sanki belə aydınlanma gedir bütün qlobal, bütün planetdə. Mən eləyər ki,
cürbəcür fikirlər var. Bəzi məsəl üçün ulduzlara, planetlərə inanan insanlar deyirlər ki, məsəl üçün də məcazi, dəqiq demirəm. Hansısa planet yaxın durur, hansısa planet yerini dəyişir və ona görə də yer kürəsində olan insanlar artıq oyanırlar, həqiqəti görməyə başlayırlar. Onların gözlərini bağlamışdılar, hansısa bir qüvvələr və artıq insanlar oyanırlar, yaxşı enerji, pis enerji qalib gəlməyə başlayır. Belə bir fikirlər var. Mən bunları maraqlı qəbul edirəm. Ona görə ki, mən uşaqlıqdan 15-14 yaşından biz uşaq idim. Mən həmişə axtarışda olmuşam, mən onu deyim. Deməli, 14-15 yaşım var idi artıq. Mən Oracle deyilən bir jurnal var idi. Mən bunu Moskvadan sifariş edirdim. Ayda bir dəfə gəlirdi. Orada cürbəcür məlumatlar var idi. Orada istəyir bankadan informasiyalar var idi. İstəyir qədim şamanların adət və rituallarından, Altay dönəminin, qədim tanrıçılıq dönəminin rituallarından, Misir ehramlarından, faraonlardan, əslində onların kökü hardan gəlir, yad planetlər kimdir, əslində onlar harda yaranıblar və onların məqsədi nədir, yer kürəsi. Cürbəcür fake və yaxud da real hekayələr var idi. Mən hər dəfə ona oxuyurdum, bilmirəm. Məni o adın qoyduğumuz enerji məcbur edirdi ki, mən nəyisə axtarım. Mən özüm bilmədən bunu edirdim. Yəni, yasamalda böyüyən bir gənc bunu hardan araşdırır? Niyə bunları düşünsün, niyə bunları axtarsanız ki, bu günləri 30-40-50 yaşında insana soruşan deyir, mənim neyimə lazımdır, yaşayıram özüm üçün, kef edirəm, mənim bəsimdir. Yəni, mən niyə görə axtardım? Mən buna həmişə sual verirəm özümə. Mən hər zaman nəsə bir qeyri-adi bir şey var olduğunu axtardım. Uzun illərdən sonra yəni Allahı daha başqa cür axtarmağa başladım. Dinin bir din də axtardım. Mən Şumerləri araşdırdım, İvrit araşdırdım, Tövrat araşdırdım, Quran araşdırdım. Yəni hər yerdə həmişə axtarışda olmuşam. Bu günləri isə indiki 47 yaşında Şəhriyar artıq hər şey çox fərqli baxır. Məni qınaya bilərlər, mənə alqışla deyə bilərlər. Mən Allahı artıq mənə eləyər ki, dərk etməyə başlayıram. Mən artıq başa düşürəm ki, o yaradan olan şuurlu enerji həm hər yerdədir, həm dində dediyi kimi bizim şax damardan yaxındır. Elmdə Murphy'nin qanunlarında dediyi kimi şuuraltının içindədir. Yəni şuurlu və şuur var, bir də şuuraltı var. Beyin iki hissəyə bölünür də. Şuuraltının içindədir, biz onu kamilləşdirməliyik. Yəni mənim fikrimcə Allah bizə hər şey verib. Biz doğrudan da mükəmməl bir varlıqlarıq. Əgər metaforalarla, dinlərlə baxsaq, bizi heyvanlardan, cinlərdən, mələklərdən üstün tutmağının səbəbi bu günləri mən dərk edirəm ki, bizi tam kamil azad edib. Biz o qədər azadıq, biz o qədər mükəmməlik ki, biz şəxsən Allahın gözləri ilə baxırıq. Şəxsən Allahın bir hissəsiyik. Onsuz da sənin adını və hekayəni sənin üzərindən götürsək, orada Allahın özü qalacaq. O onun bir hissəsidir. Amma səni və hekayəni ruhun üzərinə qaytarsaq, cismi qaytarsaq, heç dəyişməyəcək. Sən Allahı içində dərk edib, hər yerdə var olduğun və sənin ruhunun əbədi olduğunu dərk etsən, deməli sən dərk edəcəksən ki, bu həyatda mümkün olmayan heç nə yoxdur. Nəsiminin gözəl bir sözü var, onun qəzəllərində çox gözəl. Yəni 1400 il bundan qabaq bu insan, baxmayaraq radikallar tərəfindən yandırılıb, dərisi soyulub, asılıb, amma bugün dərk edirik ki, bu Allahın özündən danışırdı. Bu kvant fizikasından danışır. Bu deyirdi ki, haqq mənəm, haqq məndədir. Məndə sığar ikən cahan, mən bu cahana sığmazam. Haqq mənəm və haqq məndədir. Çox mənalıdır. Çox dərindir və sən bunları araşdırdıqca, dərk etdikcə... Biraz egoistik səslənir, amma dərindən düşünəndə... Yəni bugün yavaş-yavaş elm bunu bizə sübut edir. Elm getdikcə açıldıqca, bir ara elm açıldıqca ateist olurlar insanlar. Bu günləri isə Allaha yenidən qaytarırlar. Və deyirlər ki, hətta böyük alimlər də deyirlər ki, bu günlər mükəmməl matematik, yəni biz riyaziyyatı da dəqiq elm sayırıq, amma dəqiq elm deyil bu günləri. Yəni kainat belə gəlişləri dəqiq deyil. Biz yalnız özümüzə qayıtsaq, biz Allahı dərk edəcəyik və biz həyatımızda hər şeyi dəyişə bilərik. Real heç nə yoxdur. Mümkün olmayan heç nə yoxdur. Problemi biz hər şeyin kənardan gəldiyini düşünürük. Kənardan gəldiyini düşünəndə biz primatlaşırıq. Biz elə bilik ki, hər şey kənardan nəsə olur. Kimlərsə bizim bu günləri hardasa olmağımızda günahkardılar. Bu falan ki, niyə belə oldu? Amma başa düşmürük ki,
Hər şey bizim içimizdədir. Kainat belə bizim içimizdədir. Biz bir şeyə əmin olduğumuz zaman, oldu dediyimiz zaman, şübhəsiz sahib olduğumuz zaman o olur. O olur. Belə baxanda nə zaman var, nə məkan yoxdur. Elə. Belə baxsaq, həşəratların, heyvanların zamanı fərqlidir. İnsan zamanı kimi deyilik. Əgər onların gözü ilə bugünkü araşdırmalara görə baxanda, hətta Mirçi gəlib oturanda sən sürətli vurursan, o isə onu slow motionda görür, yavaş görür və o istədiyi zaman orada onu düşə bilir. Yəni hər məxluqun öz zamanı var. Dərindən baxsan, zaman deyilən bir şey yoxdur. Əbədi bir var olan enerji var. Onun içində isə hər şey mikro şəkildə bu cür yaranır. Biz belə o zamanın içində, enerjinin içində olan bir zamandayıq. Yəni biz anımızı yaşayırıq. Nə keçmiş var, nə gələcək. Mən bura gəlib, girib, hazırlaşdığım müddətdən indiyəcən hər şey andır. Və anımızı yaşaya-yaşaya, indi də ən real time-dayıq biz. Bəli. Biz andan qabaqki vaxta ad qoymuşuq. Keçmiş, andan sonraki vaxta ad qoymuşuq gələcək. Amma ən doğru və doğru olan hansıdır? An. Biz anda xoşbəxt olmaq. Bəziləri deyir ki, mən görəsən xoşbəxt olacağam. Əgər sən indi kafanda, beynində, şuurunda, ruhunda xoşbəxt deyirsənsə, sən onu gözləmə. Sən hər şeyi içindən gözəlləşdirməlisən. Sən hər şeyi o ilahi enerji ilə yaradıb bəxş etməlisən. Bu əslində böyük bir faciədir. Yəni bütün dünyada olan insanlar, onlar artıq sabahın gərginliyini yaşayırlar öz daxillərində, özlərini gərgin edirlər, fikir çəkirlər. Yəni bilinmir sabahları nə olacaq, necə olacaq. Amma sən bu günləri oturmusan, içivi yeyirsən, necə deyərlər. Murphy'nin çox gözəl bir sözü var, Joseph Murphy qanunu. Deyir ki, insan şuurlu şəkildə ağzından çıxartdığı sözə inanıb çıxardırsa, onun bədəni, qəlbi və şuuru analiz mərhələsindən keçəndən sonra o informasiya nə qədər dolğun, səmimi çıxıbsa, deməli mənimdir çıxıb da, onu şuuraltıya çevirir. Şuuraltı isə onu sənin simulyasiyanda geri qaytarır sənə. Yəni bəziləri buna karma deyirlər, bəziləri buna xeyir və şər deyirlər və qədər deyirlər. İnsan nədirsə onu gətirir. İnsan nə düşünürsə o geri qayıdır və özü odur və ətrafı odur. Hansı vibrasiyadasan, negativdəsən, sözsüz ki, ətrafında özün kimi çirkabı çəkəcəksən. Gözəl bir ruhdasansa, keçmişdə sənin yanında olan çirkablar təmizlənəcək. Niyə görə? Sən kamilliyə getdikcə, Allahın verdiyini dərk etdikcə çirk tökülür gedir. Necə hamamda çimirsən, fiziki çirki təmizləyirsən, ruhunda çirki var axı. Bir dənə də söz yadıma düşüb, deyir ki, ağzını xeyirliyə aç. Yəni o vaxtlar hətta dərk ediblər. Çünki söz bir enerjidir. Sən nə deyirsən, o bir titrəşimdir, dediyin kimi. Qalxır Tanrıya və o səni eşidir. Hətta zarafatca deyilən bir söz, balaca bir əminsizlik. Misal üçün, məndə yoqada müəyyən hərəkətlər var. Bəzi hallarda tələbə deyir ki, mən bunu eləyə bilmərəm. Kodlayır da özü. Hə, həqiqətən də eləyə bilmir. Amma sanki belə şuursuz deyəndə ki, yox eləyərəm, burada nə var ki, eləyir. Düşünmədən, rahat tabe olub. Düşünmədən. Eyni zamanda da misal üçün biz çünki beyin sən onu köklədinsə pozitivə, orada bir blokajlar yaranmırsan və xırda şeylərdən böyük şeylərə qədər sənə qarşı sanki kainat başlayır işləməyə. Bir misal çəkim. Misal üçün sən avtomobildə gedirsən, elə bir küçəyə girirsən ki, bilirsən ki, orada parkovka tapmaq çətindir. Amma sən indidən əgər özünə onu deyirsən ki, mən orada saxlaya bilməyəcəm, saxlaya bilmirsən. Amma deyəndə ki, yox, mən gedib elə orada da saxlayacağam, gəlirsən bir yer hardansa tapılır, sən saxlayırsan. Bu bir misaldır, amma sən bir çox şeyləri belə həyatına gətirə bilərsən. Mütləq. Yəni, sən ona inanırsan. Sən hətta həyatında olan bir insanı hər gün düşünsən ki, mənə xəyanət edir, hər gün o haqda düşünsən, insan heç eləməyib. Bir gün o qarşında o hadisəni eləyəcək. Yəni, bu hadisə gəlib çatacaq, sən özün gətirirsən. Eyni ilə cazibə qüvvəsi ilə düşündüyü gətirməyindir. Sənin dediklərinin hamısı elmi tərəfdən Murphy'də və başqa açıqlamalarda faktiki budur ki, şuuraltı Allahdan verilən bir hədiyyədir. O sizdən başqa heç kimi tanımır. O siz doğulduğunuz gündən ölənəcən sizin həyatınızda olan bütün emosional fərqi yoxdur. Hər şeyi qayd edir. Yəni, zapis edir. Yadda saxlayır. Yadda saxlayır və sizə bir
Onun içində özünüzün bir məntiqin yaradır. Məntiq qabı yaradır. Siz genişləndikcə o xəritə genişlənir, o başa düşür ki, çox şey bacarır. Yox, qorxuları, uğursuz həyatında şeylər olub, bir böyük bir layihənin qarşısına çıxanda onun beyni, məntiqi və şuuraltısı deyir ki, yo bunu eləmə, sən bunu eləməmisən, risk eləmə, batırarsan, sənin bu qədər pulun var, bunu bacarmayacaqsan. Bloklayır özünü. Niyə bloklayır? Ona görə ki, bu heç vaxt onu eləməyib. Eləmədiyin şey nədir? Qaranlıqdır. Qaranlıq nədir? Qorxudur. Qorxu da nədir? Bilməməzlikdən, şübhədən gəlir. Dində şübhəyə şeytan deyilir. Elmi dildə bunun adı qara şübhədir. Yəni şübhə sənin bilinməməzlikdə olan qaranlıqdan qorxundur. Sənin ona dediyin onun üçün qaranlıqdır və ona görə də o düşünür ki, onu eləyəməz. Beyni də deyir ki, şuuraltısı, şuuru yox. Beyni də deyir ki, sən bunu heç vaxt eləməmisən, eləyə bilmərsən və o oradan çıxış tapır. Amma şuuruna, şuuraltısını tabe edəndir ki, mən bunu edəcəm, sən qulaq as, bir də şeylə saxla yadda. Onda başlayırsan etməyə. Ona görə ki, bax həmin şeydir. Bu dünyada, dünya dediyimiz bu hər yerdə mümkün olmayan heç nə yoxdur. Əgər biz dərindən düşünsək ki, biz bu günləri buradayıq, amma harda ola bilərdik, biz axtarsaq özümüzdə o səhvi tapacağıq. Və yaxud da çoxları bizim yerimizdə deyil, amma biz buradayıq. Onlar da özlərini dərk edib, uşaqlıqdan arzularla, inamla, istəklə, mübarizə ilə və qorxmadan irəli getsələr, harası gəlib çatacaqlar. Eyni ilə də həmin şeydir. Ağzımızı niyə xeyirliyə açın deyirlər? Ağızdan çıxan hər bir söz geri dönür. Ona görə ki, o negativdirsə, negativ özünə qaytarırsan, sən şuurlu şəkildə bunu inanıb deyirsən. Biz çox vaxt nə deyirik inanaraq? Negativi. Biz benim deyirik ki, bizim bentlimiz var, yox olduğu halda %90 insan buna heç vaxt desə də bədəni bir siqnal ötürəcək ki, nə danışırsan, sənin bentlin arada. Amma biz nəyə ən çox negativ, biz ən çox nə edirik? Mənim bəxtim gətirmir, qabağa gələcəm, indi orada propka olacaq, filan kəs də zəng eləmədi, görürsən sabah alınacaq. Ay niyə alınmır? Bax, o qədər olur ki, 100%lıq bir iş alınacaq, sən yerə uzanırsan axşam, 100% sabah gedib o kontrakta qol çəkəcəksən və belə edirsən, görəsən sabah necə olacaq, hələ burada artıq bitirdin işi. Sən özün də öz istədiyi və sabah əmin olduğun bir dəqiq bir şeyə şübhə ilə yanaşır. Şübhə nədir? Bilinməməzlikdir. Bir. İkincisi də uğurun əsas bağlayan tərəflərdən biri, yəni uğurun qabağını alan, arzularına sürət şəkildə çatmamağının səbəblərindən biri gözləməkdir. Gözləmək lazımdır. İnandın, sahib oldun, burax. Qoy bir rəfdə qalsın beynində və onu düşünmə. O gələcək ona görə ki, sən ona əminsən. Sən axı öz həyatını yaradanısan. Necə əmin olmaya bilərsən? Bir anlıq. Özündən çıx, kənara dur və Allahın özü kimi özünü hiss elə. Nə olursan, şübhəsiz deyil. Tüklərin biz olur. Əminlik. Heç bir şey şübhən yoxdur. Həyəcan yox, qorxu yox. Ona görə ki, hər şeyi mən yaratmışam. Düşünürsən, onun yerində olun. Deməli, bu anda nə olur? Sahib olmuşsan, mən bunu yaratmışamsa, niyə şübhəm olsun? İndi özünə qayıt. Allah sənə o kamilliyi verib, Allah sənə o yaradıcı gücü verib. Sən öz həyatının yaradansan, o yaradanın əli ilə. Sən kamilsən axı və bu yolda özünü böyütdükcə, meditasiyalarımı deyim, zikirlərimi, dualarımı, namazlarımı fərq etmir neynə. Sən Allaha qayıtdıqca kamilləşirsən. Bir anda dərk edirsən ki, o sənin gözündən baxır. O sənin damarlarında gəzir. O ruhun bir hissəsidir. Daxilindədir. Və sən olsan, o sənsən. Eyni zamanda bütün insanlar bir adamdır və bütün hər şey Allahın özüdür. Bunu dərk edəndə o enerjinin nə olduğunu biz bilirik. Enerji var olan hər şeydir və Allahın özüdür. Bir məsələ də var, o bayaq dediniz, o biz özümüzü bloklayanda da elə ki, sanki nəsə edirik, amma inanmırıq. Sonra problem odur ki, o insanlar sanki öz düşüncələrini axı negativə yönəldiblər. Kodlayıblar özü. Buna cadu da demək olar, buna göz nəzər də demək olar. Özləri özlərinə eləyirlər. Bəli, o negativi sonra əldə edirlər. Sonra da deyirlər ki, gördün. Gördün, mən sizə demişdim. Mən sizə demişdim axı. Yəni adam özünü yönəltdi negativə, o negativi aldı. Sonra da sanki təsdiq axtarır. Bax bu faciədir. Mən bir adamla söhbət eləmişdim. Müzakirə edirdik.
O birdən-birə çox savadlı bir alim də demək olar ona. Birdən-birə dedi ki, mən indi başa düşdüm. Deyirəm, neyi? Deyir, mən indi başa düşdüm ki, niyə görə o xurafat daşlara, məsələn, kəndlərimizin birində bir dəvə daşı var. O dəvə daşın hamilə qalmaq istəyən və doktorlar deyirlər ki, sən hamilə qalmırsan da, problem var. Bu insan fikirləşir ki, o ilahi məkanda orada dəvə daşı var. Bu xurafatdır sözsüz ki. O dəvə daşının altından keçsə, buna deyiblər ki, hamilə qalacaqsan. Və çox adam oradan keçir. O oradan keçir və hamilə qalır. Sual gəlir. Deməli, bura müqəddəs yerdir. Yox. Allahın verdiyi o şuur çox möcüzəvi bir şuurdur. Sən nəyə istiqamətləndirib inanırsansa, o da gəlir. Bəs Murphy'nin dediyidir. Emosional şəkildə nəyi düşünüb ona sahib olursansa, şuuraltın elə bilir ki, səndən başqa kim tanımadığına görə. O sən özünküdür. Və neyronlara sifariş edən neyronlar başlayırlar müalicə etməyə. Yollar axtarmağa. Cürbəcür. Mən hər gün səhər tezdən yuxudan durub desəm ki, mən mükəmməl dərəcədə sağlamam və buna şübhəsiz sahibliklə inansam, Bəli. mən bütün xəstəlikləri özümdən uzaqlaşdıracağam. Mənim neyronlarım ən böyük həkimdir də bədənim onsuz da. Və başlayacaq o fikirlərimə, o düşüncəmə, mənim olana, mane olanı məndən çıxarmağa. Sistem belə işləyir də. Nə qədər dəfələrlə mən Türkiyədə bir alimlə tanış olmuşdum. Təsəvvür elə ki, insanın 60-dan çox yaşı var. Deyir, mən orta yaşlarda olanda bir qızı gətirdilər yanıma. Xəstə idi. Bildiyimiz raq xəstəliyindən tutmuşdu. Və bütün bədənə metastaz vermişdi. Məndən qabaq həkimlər demişlər ki, aparın evə, 5 gündən sonra bu insan artıq torpağa tapşırılıb, rəhmətə gedəcək. Qardaşı istəmirdi, inanmırdı buna. O qədər bacısını çox istəyirdi və məni tapdı. Məni kimdənsə adımı bildi, yəni düşüncələri ilə məni gətirdi, Lorul ilə deyim, özü danışır. Eyni kafadayıq, eyni düşüncədəyik oynaşıq hal-hazırda. Və mənə dedi ki, mən bacımı xilas elədim, nə olar? Mən dedim ki, mən onu heç vaxt xilas eləyə bilmərəm. Allahın əlindədir, bir də öz əlindədir. Gətir o mənə yanıma, amma bir şərtim var. Bacına dinə ki, bu doktor sənə 3 dənə tabletka verəcək. Aha. Bu tabletkaların hərəsini bacına belə də dinə. Hərəsini $10.000 məndən almısan. Yəni bunun bahalı olduğunu da siqnalını çatdır ona. Və dinə ki, bu həkim gizli şəkildə bir neçə dənə xəstəni sağaldıb. Təmiz sıfırlayıb, xərçəngi bədənindən çıxarıb. Yəni inandırıcı. Bunu bəzi qurumlar bilsə, hətta buna cinayət işi açarlar. Bunun ki, qanunla düzgün yolla getmir. Ona görə də heç kimə demirəm, bacı, bu səni sağaldacaq. Belə də dinə gətir. Gətirir bacısını onun yanına. 5 gündən sonra rəhmətə gedəcək bacısını. Bu mumla düyünün qaçışığından bir tabletka düzəldir. Qıza deyir ki, qızım, bəs vəziyyət belədir. Mən bunu eləmirəm. Qorxuram ailəmdən, özümdən, təhlükədir, mən içəri tutarlar, qanunsuzdur. Amma bu dərman, mən ona yaxın xəstəni sağaltmışam, ölümdən qaytarmışam. İnan ki, bu səni sağaldacaq, amma heç kimə demə. Bir ayda 3 dəfə bunu iç. Qız içir, inanır və düz 35 il artıq yaşayır. Yəni burada bütün həkimlər də bunu deyəcək. Sən dərmanı aptekdən alanda, sən inansan ki, bu səni sağaldacaq, o sağaldacaq. İnanmasan heç də səni sağalda bilməz. Yəni bloku özümüz özümüzə qoyuruq və bloku da özümüz açırıq. Hər şey bizim içimizdədir. Allah bizə mükəmməl yaradıb və bizə hər şey verib. Bəli. Sistem budur. Sən nəyə inanacaqsan, sahib olacaqsan. Onu da həyata gətirəcəksən. Onu həyata gətirəcəksən. Burada xırda detallar var. Sahib oldun, istədin, inandın, sahib oldun. Sonra nə etməlisən? Həmin o şəhriyarı ki arzulayırsan, o milyarderdir, villaları var, dünya ulduzudur, dünya Hollywoodda çəkilir, şəhriyarın arzularından danışıram. Sən indi özünü onun yerinə qoy. Onun indiki şəhriyarın yox. Onun hiss etdiyini, o şirkətlərin sahibi olan şəhriyarın hiss etdiyini hiss elə. Neçə dənə şirkət var, nə qədər şeylər idarə edir. Hamısı avtomobil birazdan gələcək, dalacaq, sürücüsünə zəng eləməlidir. Sonra hansı filmin kadr arxası hazırlaşır, hansı ssenariyanı veriblər. Bunları hamısını detallaşdır, beynivə daha da həkk elətdir. Necə ki, Michael Jackson qardaşı oğlu danışır ki, mən onu daha da dərindən tanımaq üçün mənə icazə verirlər onun şəxsi əşyalarına baxım. Mən o kinoya 2 dəfə baxdım. Kinodan əlavə bu dokumental səhnədir, özü danışır. Mən otağına girdim, mənə dedilər ki, gir, onun bəzi kitabları var, ola bax.
getdim dəftərləri açdım. 40 il bundan qabaq bu insan afirmasiyalar elirdi, meditasiyalar elirdi. Bu oturdu yazırdı. 15 yaşında oğlan yazırdı ki, 10 yaşında oğlan mən dünya turuna çıxacağam. Mənim filan şeydən kliplərim olacaq. Məni Amerikanın prezidenti dünyanın bir nömrəli ulduzu kimi mükafat təqdim eləyəcək. Nəyi O yazmışdısa. kitabı var idi, Niverland. Orada xəyal edir, sonra o heyvanları öz... O heç, o filmdə var. Amma bu məsələ mənim üçün çox yeni oldu. Mən bilmirdim bu dərəcədə afirmasiya edir. Onsuz da bu dəqiqə Michael Jackson gəlsin burada bizim yanımızda otursun, sağ olsaydı. Birinci şokda olacaqdıq. Üstündən yarım saat keçəcəkdi, ona seyr edəndən sonra deyəcəkdik ki, Michael, o mahnını necə yazmısan bir yaradıcı insan kimi. Studiyada onu necə elədin, sirlərini dirədin, necə oldu ki, bu partlatdın, necə oldu ki, hitlər yarattın. Bir müddətdən sonra birdən-bir ayılacaqdıq ki, bu aciz, sakit, utancaq, həyatında sıxıntıları çox olan uşaqlığını yaşamayan bir insan bizim neyimizdən fərqlənir? Qanı bizdən, canı bizdən, özü bizdən. Elədir. Fərqli olan tərəfi nədir? O özünə, arzularına şübhəsiz inanırdı və dayanmadan da bildiyi, gördüyü, inandığı yola gedirdi, davam edirdi, dayanmırdı. Yəni burada disiplina çox önəmlidir. İnanmaq. Yəni, Dostlar, həqiqətən də bizim əmin olmağımız, beynimizin fəaliyyəti çox güclüdür və həqiqətən də möcüzə yarada bilərik öz həyatımızda. Bizdə söhbətlər inanılmaz dərəcədə burada maraqlıdır. Mənim bir sualım var sənə. Bax, sənin bu günləri belə uğurlu olmağın, çünki sən bir çox şeyləri həyatda eləmisən, tanınırsan, səni insanlar sevir. Burada bir sir var. Necə olub ki, sən bəlkə nələrisə bilirsən, onunla bölüşəsən bizimlə? Bizim burada bəzən olur ki, universitetlər zıl dəvət edirlər. Gənclərə motivasiya kimi bir günlük bir kurs kimi olur. Mən öz həyatımdan danışıram. Son zamanlar çalışıram öz həyatımdan danışmayım. İnsanlara mən isə bilirsiniz necə, insan öz həyatından da mən bunlara nail olmuşam, mən bunları eləmişəm. Burada egomu böyütmək istəmirəm deyə mən artıq başqa cür danışıram. Nəyisə informasiya verirəm artıq. Amma bu sualıma istəyirəm biraz detallı cavab verim. Olsun. Mən hər şeyi möcüzələrə inanırdım. Otururdum, arzulayırdım, xəyallara gedirdim. Mənim 10 yaşım var idi. Retro gedirdi ASTV kanalından o vaxtı. Həmid Ömərova şərh edirdi, rejissoru, filmi, hekayələri, aktyorların həyatını. Və deyirdim ki, görəsən, inanırdım və bir baxırdım. Dedim, görəsən bu xanım, Həmidə xanım mənim haqqımda açansı danışacaq. Görəsən, məni ilə hansı bir filmdə oynayacaq. Bu günlər Həmidə xanım 2 dənə bədii filmdə mənim anam oynayır. Ya bu özü möcüzə deyil. İnsan dili ilə danışsaq. Çağırmışam, inanmışam, istəmişəm. Ford Bayard gedirdi ORT kanalına Rus dilində. Və mən ekstremi sevən insan uşaq idim. Uşaq 10 yaşından da balaca idi başım. Rusca otururdum, baxırdım. Deyirdim, ayda mən necə istəyirəm bu oyunda iştirak edeyim, qalib gəlim. 34 yaşım var, ATV-də oturmuşam. Əsas verilişlərdən birini aparam. Birdən-birə rəhbərlikdən zəng gəlir. Şəhriyyər hazırlaş, Ford Bayarda gedirik və sən 6 komandadan birinin kapitanısan. Dedim, əla. Telefonu qoydum, gözümdən belə yaş getdi. Mən bunu necə istəmişəm ki, Allah bunu mənə verib. İstəyi, inan. İstəyir qəfəs reality şousu başlayanda. Mən birinci addımı oradan başlamışam. Kimin üçünsə o qalmaqallı şoudur, kimin üçünsə böyük bir şans idi və o dövrün ən reytingli layihəsi idi. Mirçək bayırda uçmurdu qəfəs gedəndə. Təsəvvürlə ki, mən dənizdə işləyirəm, neftçi işləyirəm. 5 il günəşdə yataqlarında neft çıxarmışam. Və mən o sahədə çox mütəxəssis olmuşam vaxtında. 4-cü dərəcəli operator idim, quyulardan neft çıxardım. Mən hər gün gecə vaxtı dəmirin qırağında o türklərin yakamoz sözü var. Ayın dənizə düşən hissəsi. Orada dayanırdım belə sakit vaxtı, gecə növbəsində olub, deyirdim, ay Allah, mən elə istəyirəm ki, buradan çıxım və aktyor olum. Və bir gün qərar gəldim, çıxdım oradan, getdim sahildə, işə düzəldim, axıranların üzərində nəzarətçi işlədim və bir gün eşitdim ki, qəfəs reality şousu başlayır. Yalançı bir bahanə ilə icazə aldım, getdim kastinqə. Getdim, gördüm ki, 2000-dən çox insan növbədə dayanıb. Wow. Məntiqlə deməliyəm ki, mən buradan necə keçəcəyəm? Mən kiməm ki, buradan keçəcəyəm? Bu 2000 nəfərlə növbəyə dayansam, gecə olacaq. Mən dedim ki, mən qalib gələcəm, mən keçəcəyəm kastinqdən. Getdim, axırana yaxınlaşdım ki, nə olar? Mən dal qapıdan içəri burax da. Dedi, 2 şirvan ver, buraxım.
Mən də cibimdə 2 Məmməd pul var, o vaxtki pulla. Dedim, vallahi 2 Məmmədim var. Ver bro, götürdü. 20 qəpik yol pulum qaldı. Amma bir qram şübhəm yoxdur, inanıram. Elə bil ki, öncədən sahibi olacağam. Və getdim, girdim içəri. 30-30 içəri girdik, 4-4 seçildik və sonda 2000-3000 nəfərin içində 15 nəfərdən biri oldum. Və gəldim evdə anama dedim ki, mama mən keçdim. Sabah mərkəzi klinikada bizi yoxlayacaqlar. Sağlam olsa biz canlı yayında bütün Azərbaycanı təqdim edəcəklər bizi. Sonra gözü bağlı avtobusa mindirib o gizli evə aparacaqlar. 4 ayda orada qalmalıyıq. Mən dedim ki, abala, mən sənə inanıram. Mən həmişə sənə inanmışam. Mənim anam mənim üçün motivasiya olub həmişə. Mənə inanan bir insan olub. Dostlarım da kasıb çağırlardılar. Sənə Azərseldən kim SMS göndərəcək? Dayın yox, bir şeyin yox. Dedim, mənim dayım Allahdır. Mənə inanırsan, dedi, inanıram. Dedim, mən gedəcəm və qalib gələcəm. Getdim, oldum finalçı. 4 ay qaldım orada. Belə-belə məktublar gəlirdi, ehtiraflar gəlirdi. Çox xoş günlər yaşadım. Ondan Çünki sonra xalq sənin enerjini hiss edir. ola bilər onu ötürməyə Çünki bacarmışam. sən Yəni normaldır. Fərqli emosiyalar var idi. Kimisinin xoş gəldi, kimisinin xoş. Hamının xoşuna gəlmək mümkündür, deyil. Və mən bunu keçdim və mən ora getməyimin səbəbi qəfəsin nərdivan kimi istifadə eləməyimdir. Mən oradan sonra tanınacağam, arzularıma çatacağam. Çətin oldu qəfəsdən sonra. Tanınırdıq, amma heç yerə işi götürmürdülər ki, təcrübə yoxdur, aparıcı. Mən dayanmırdım, gecə-gündüz layihələr, ssenari yazıb kanala gedirdim. Axırda bir gün bir dostuma danışdım ki, radioda işləyirəm artıq, radionun səsiyəm, restoranlarda aparıcılıq eləyirəm, dolanıram. Radioda, Anton FM-də mən DJ işləyirdim o vaxt saat 3-də, antidepresan. Səsim də tam oturmuşdu yerinə artıq. Bir gün bir dostuma dərdləşirəm ki, sən inanırsan, mən sənə necə danışıram? Uşaqlıqdan arzum idi. Mən bax, ATV kanalının siması olum, aparıcısı olum. O da məndir ki, istəyirsənsə olacaqsan da bir səbirli ol. Üstündən bir il keçdi, həmin adam oldu kanalın vitse-prezidenti. Və mənə zəng elədi. Arzuya çatırsan yavaş-yavaş, gəl. O eləmədi ki onu. Mən onu gətirdim özümə. Mən çağırdım Allahın izni ilə. Başa düşdün, mən onu istədim, inandım, içimdə düşündüm, təsəvvür etdim və rəfdə gizlətdim. Şübhəsiz yanaşdım ona. Və axırda gəldim oldum. Balaca müddətdə kanalın əsas simalarından birini oldum. Azərbaycanın ən böyük layihələrini aparmışam. İstəyir Ukraynadan canlı yayıma çıxırdım, böyük səhnə layihəsi var idi. Bizim çox tanınmış ifaçılar oradan çıxdılar. Fərid Məmmədov oradan çıxdı, ikinci yer tutdu Avroviziyada. Ondan sonra night showlar, maşın show dəvət aldım. Düşən pullar mənim ən axırıncı dövlət kanalında verilişim oldu. Azərbaycanın ən böyük intellektual şousudur. Ona yaxın bədii filmim var. Hindistan, Bollywood, Azərbaycan tarixində ilk Bollywooda dəvət alan aktyoram, Bollywoodda oynamışam Ruslan filmində, Salman Khan Production'da. Bunu bilmirdim. Bu günləri bir aydan sonra Netflix'də mənim oynadığım Yapon serialı gedir. Mən Tokyoda, Azərbaycanda bir də Tokyoda çəkildim seriala. İndi başqa bir beynəlxalq layihədən artıq təkliflər başlayır. Mənim özümə, mən şanslıyam və mən bacaracağam və buna inanıram deməyimlə mən bunu özümə gətirirəm. Gətirirsən. İnandığıma görə və bildiyim yolla da getdiyimə görə. Sir budur. İnanın, sahib olun və axıracan gedin. Dostlar, əslində bu çox dəyərli sözlərdir, çox dəyərli tövsiyədir. Yəni baxın, adamın bütün uğurları, həyatına gətirdikləri, o reallığı heç vaxt şübhə ilə yanaşmayaraq, inanaraq, güvənərək və özünü o titrəşimə, o inanca, Tanrı ilə dialoqa girərək, yəni bu da çox önəmlidir, dualar edin. Yəni bu həqiqətən də çox dəyərli məlumat verirsən. Bu, mən inanıram ki, yüzlərlə, minlərlə insana bilsən, bu necə motivasiyadır. Çünki əgər sizin arzularınız yoxdursa, mütləq özünüzə arzu qoyun. Ona inanın və siz həyatınızı bu günləri dəyişmək gücündəsiniz. Sizin zehninizin gücü, şuuraltı, inanaraq hər şeyi edə bilərik və çox təşəkkür edirəm. Sən sanki yaşatdın bu dialoq olmadı. Çünki burada əməlli başlı enerji mübadiləsi oldu. Mən inanıram, siz də onu hiss elədiniz. Tam real, şəffaf, yəni adam nə gözəl ki, sən bu şeyləri bizimlə paylaşdın. Təşəkkür edirəm ki, məni dəvət elədin. Var ol, çox sağ ol. Təşəkkür edirəm ki, sən də bu gəldin. Enerjini mənlə, sən də ömrü boyu axtarışdasan, mən də axtarışdayam, biz kamilliyə doğru gedirik.
və ətrafımızdakı insanlara fayda veririk. Nə gözəl şeydir. İnsanları, hər şeyi sevmək və sevdiyin zaman da müsbət enerji saçmaq Bəli. və saçdığın o enerjidə də olan insanları özünə çəkmək. Çox sağ ol əzizim, Sağ ol. gəldiyinə görə. Təşəkkür edirəm. Təşəkkür var ol. edirəm. Çox Sağ ol. sağ ol.